Deməli uşaqlar, bugünkü dərsimiz olacaq elektrolitik dissosiasiya, iyonların təyini və iyon bandası reaksiyaları. Başlığı altında qeyd eləmişəm sizin üçün. Bugün nə öyrənəcəyik biz? Dissosiasiya öyrənəcəyik, dərəcəsin, elektrolit nədir, qeyri-elektrolit nədir, müxtəlif maddələr necə dissosiasiya edir, eyni zamanda dissosiasiya sabiti, iyonların təyini və iyon bandası reaksiyaları. Əgər xatırlayırsa, lap birinci dərs biz kimya nəyə öyrənirik falan öyrənəndə biz maddələri təsnif eləmişdik, müxtəlif əlamətlərə görə. Məsələn, aqreqat halına görə bərk, maye, qaz belə. Bu təsnifatın biri də elektrik keçiriciliyinə görə idi. Nəyə görə idi? Elektrik keçiriciliyinə görə. Maddəni əritdikdə və ya suda həll etdikdə, nədikdə? Əritdikdə və ya yəni maye hala keçdikdə də belə deyək. Maddə maye hala keçdikdə elektrik cərəyanı keçirirsə, bu tipli maddələr elektrolitlərdir, keçirmirsə qeyri-elektrolitlər. Yaxşı sual yaranır. Maddə əriyəndə və ya suda həll edəndə onun başına nə iş gəlir ki, bu cərəyan keçirir? Hə? Nə olur ki? Bunun üçün gərək iyon yarana. Nə yarana? Onda belə başa düşdün ki, bu elektrolitlər əridikdə və ya suda həll etdikdə nəyə çevrilir? İyona çevrilir. Bu prosesin adı nədir? Elektrolitik dissosiasiya. Məsələn, belə bir şablon yazaram. Ka parçalandı. K müsbətə, bu katyondur. Bir də A nəyə? Mənfiyə. Bu K nəyə göstərir? Katyonu. A nəyə göstərir? Anion. Bu prosesin adı nədir? Dissosiasiya. Bəs iyonlar birləşsə, təzədən bunu versə, bunun adı nədir? Assosiasiya. Nədir? Assosiasiya. Aydındır? Deməli, bir maddənin əritdikdə və ya suda həll etdikdə, elektrolitin deyək, iyonlarına ayrılması prosesi nədir? Dissosiasiya prosesi. Nə prosesi? Bir dənə sadə nümunə yazacağım sizə üçün. Məsələn, xörək duzu. Xörək duzunu tanıyırsınız? Natrium klor. Xörək duzu nədir? Natrium klor. Bu natrium kloru suda həll etdikdə və ya əritdikdə o parçalanır nəyə? Natrium müsbət katyonuna və xlor mənfi nəyə? Aniyonuna. Bu prosesin adı nədir? Dissosiasiya. Burası dönəm prosesi. Bu proses necə prosesdir? Dönəm prosesi. Bura qədər hər şey aydındır. Başa düşdünüz? İndi uşaqlar, dissosiasiya dərəcəsi deyilən bir anlayış var. Mən də ondan sizə danışmaq istəyirəm. Düşünün ki, bir qab var. Qab su ilə doludur. Qab nə ilə doludur? Su ilə doludur. Mən bu qaba 100 mol natrium klor həll edirəm. Nə qədər həll edirəm? 100 mol. 100 mol natrium kloru qabın içərisində həll edirəm. Tökdüm qaba. Suyun içərisində nədir? Natrium kloru həll edər. Xörəkdir də xörək duzu həll edər. Böyük bir qabdır, içi su ilə dolu. İndi bu natrium klorların deyək bir hissəsi, məsələn 80 dənəsi. Neçə dənəsi? 80 molu dissosiasiya elədi. Nədir? Yerdə qalan 20 mol isə dissosiasiya eləmədi. İndi sual verirəm. 100 mol həll eləmişdim. 80 molu dissosiasiya elədi. Yəni iyonlarına ayrıldı. Elədir. Sual verirəm. Neçə faiz iyonlarına ayrılıb? 80 100'ün neçə faizidir? Onda mən deyə bilərəm ki, bunun 80% dissosiasiya edib. Alfa hərfi ilə işarə olunur, buna deyirlər dissosiasiya dərəcəsi. Nə deyirlər buna? Dissosiasiya dərəcəsi həll olan maddənin hansı hissəsinin və yaxud da neçə faizinin iyonlarına ayrıldığını mənə göstərir. Anladınız dissosiasiya dərəcəsi nədir? Dissosiasiya dərəcəsi həll olan maddənin hansı hissəsinin iyonlara ayrıldığını mənə göstərən anlayış. Bəli? 5'də 4. 5'də 4 kimi də yaza bilərsən də. O hissədir, faizə çevirəndə 100'ə vurursan da. Aydındır. O zaman bu prosesdən sonra qabın içərisində nə var? Uşaqlar, 100'dən 60'dım, 20'si də heç nə olmayıb. O zaman deyə bilərəm ki, 20 mol natrium klor ilə ölçün fırlanır suyun içində həll olmuş vəziyyətdə. Deyə bilərəm, deyəmərəm? Deyərəm. Bir dənə natrium klorun mənə neçə dənə natrium müsbət verirdi, neçə dənə xlor mənfi verirdi? Bir dənə natrium kloru dissosiasiya eləndə, bir dənə natrium müsbət verirdi, bir dənə xlor mənfi verirdi. Bizdə neçəsi elədi? Əgər 80 eləsə, bu bizə 80 dənə verər, bu da bizə 80 dənə verər, yoxsa yox? O zaman mən deyə bilərəm ki, qabın içərisində 20 mol natrium klor var, 80 mol natrium müsbətlər var, 80 mol da xlor mənfilər var, gəlişirlər burada. Deyə bilərəm, deyəmərəm. Bura qədər hər şey aydındır. Başa düşdünüz? Deməli, dissosiasiya nəymiş? Elektrolit həll etdikdə və əritdikdə iyonların ayrılması prosesi. Bu zaman katyonlar və aniyonlar ortaya çıxır. Bəs dissosiasiya dərəcəsi nəymiş? Həll olan maddənin hansı hissəsinin iyonlara ayrıldı. Aydındır? Əgər sənə alfanı 100% versə, o zaman nə deməkdir? Həll olanın tamamı iyonlarına ayrılır. Həll olan nəyi?
Tamamı iyonlarına ayrılır. İndi tutaq ki bir dənə sual verirəm sizə. Yenə dissosiasiya dərəcəsi neçə faiz olsun elə? 80% olsun. Neçə faiz olsun? Mən natrium klor həll edirəm, amma 1,25 mol. Nə qədər həll edirəm? 1,25 mol. Sizə də belə bir sual verirəm. Sual da budur ki, məndə neçə mol iyon yaranacaq? İlk olaraq, mən nə qədər həll eləmişəm Burla xatun? Neçə mol həll eləmişəm? 1,25 mol həll eləmişəm. Neçə faizi iyonlarına ayrılsın? 1,25'in 80%'ına bax. 1. Deməli, bunun 1 molu nə edəcək? Dissosiasiya eləyəcək. O zaman nə qədər dissosiasiya eləyəcək? 0,25 molu dissosiasiya eləməyəcək. İndi sual, 1 mol natrium klor dissosiasiya eləyəndə nə qədər natrium verir, nə qədər klor verir? 1 mol natrium verir. O zaman gəldim yekunda. Mənim o zaman sonda bu proses gedəndən sonra qabda 0,25 mol nəyim var? Natrium klorum var. 1 mol natrium müsbətim var. 1 molda nəyim var? Klor mənfi. O məndən soruşmuş ki, sonda neçə mol iyon əmələ gələr? Neçə mol iyon əmələ gəldi? Sibeta. Neçə mol iyon əmələ gəldi? 2,25 falan deyil, bu iyon deyil. İyonun budur, kation, bir də bu. Cəm nə qədər elədir? 2 mol iyonum var. Say istəsə 2-ni vurarsan nəyə? Na-ya. Yəni 6,2 vur. Yəni mol demək, 1 mol demək nə qədər deməkdir? 6,2 vur, 23 dənə sənsin deməkdir. Bura qədər aydındır. Başa düşdünüz prosesi, dissosiasiya dərəcəsi bizim nə işimizə yarayacaq? Birdən deməsəydi 80%, desəydi 100%'dir. O zaman dissosiasiya etməyən ümumiyyətlə olmayacaqdı. 1,25'in tamamı nə edəcəkdi? O zaman bunu buradan siləcəkdim. Birdən bir alınırsa 1,25'dən də elə 1,25 alınır. 1,25 bu, 1,25 bu. O zaman nə qədər olacaq cəmli iyon? 2,5 mol iyonun əmələ gəlmiş olacaqdır. İndi bu sizə necə misallar, çalışmalar necə olar? İyon sayını verər, dərəcəni istəyər. Həll olanı verər, dərəcəni verər, iyon sayını istəyər. Bunlar hər hansı biri arasında əlaqəni qura bilərsiniz. Çünki başa düşdünüzdə ki, proses nədir? Həll olan başqa məsələdir, dissosiasiya eləyən hissə başqadır, eləməyən hissə başqadır. İyonlar dissosiasiya eləyən hissədən ortaya çıxır. Anladın mı? Təbii ki, dissosiasiya tənliyi necələr düz yazasan ki, nə qədər iyon çıxdığını tapa biləsən. Aydındır? Başa düşdünüz? 100%. Davam edirik. Gəldik indi elektrolitlər və qeyri-elektrolitlər. Biz demişik ki, cərəyan keçirənlər nədir uşaqlar? Elektrolitlər. Cərəyan keçirməyənlər qeyri-elektrolitlər. Bu elektrolitləri 3 yerə bölürlər. Qüvvətli elektrolitlər, orta qüvvətli elektrolitlər və zəif elektrolitlər. Necə bölürlər? Qüvvətli elektrolitlər, orta qüvvətli elektrolitlər, bir də zəif elektrolitlər. Əgər alfa böyükdürsə 30%-dən, yəni sənin həll elədiyin 30%-dən daha çoxu iyonlarına ayrılırsa bir maddə həll olanda, bu olur qüvvətli elektrolit. Bu nə olur? Məsələn, qüvvətli əsaslar, natrium OH, kalsium OH2, qüvvətli turşular, H2SO4, HNO3. Məsələn, suda yaxşı həll olan duzlar, məsələn, natriumun, kaliumun, amoniumun, bütün duzlar suda yaxşı həll olur da. Məsələn, bunlar. Elə? Bunlar qüvvətli nələrdir? Elektrolitlər. Əgər alfa 3-dən böyük, 3%-dən böyük, 30%-dən kiçikdirsə, yəni həll elədiyin hissənin, məsələn, 20%, 7%, 15% iyonlarına ayrılırsa, bu olur orta qüvvətli. Bura hansılara aiddir? Orta qüvvətli turşular, pis həll olan əsas, orta həll olan əsaslar falan bunlara aiddir. Aydındır? Bir də var zəiflər. Zəiflər nədir? Həll elədiyin 3%-dən daha azı iyonlarına ayrılır. Təbii ki, 3%-dən daha azı ayrılmaq demək, daha az iyon və cərəyanı da pis keçirir də. Anladın mı? Cərəyan da nə edir? Bunların hər birindən verdiyim nəzəriyyədə sizə kağızda nümunələr var. Nümunələri əzbərləyəcəksiniz, sizə lazım olacaq. Bəs gəldik indi bu qeyri-elektrolitlər məsələsinə. Nəyə? Qeyri-elektrolitlər. Bunları suda həll etdi və əritdi, bunlar cərəyan keçirmir. Deyəsiniz, mənim bax, suda həll olur. Oğlum, suda həll, bəziləri var, suda həll olur, keçirmir, bəziləri var, ümumiyyətlə heç həll olmur. Məsələn, spirtlər. Spirtlərin bir çoxu suda həll olur. Amma suda həll olsa da iyonlarına ayrılmadığı üçün cərəyan keçirmir. Spirtlər, sonra şəkərlər, glikoza, saxaroza, yəni karbohidratlar. Sonra nə bilim, efirlər. Sonra nə bilim, bəzi qazlar, azot qazı, oksigen qazı, hidrogen qazı, suda həll olmayan duzlar,
çöküntü verən duzlar. Bunlar qeyri nədir? Elektrolit. Aydındır? Bunlar elektrik cərəyanını nə etməz? Keçirməz. Bu nümunələri özünüz öyrənəcəksiniz. Gəldik indi müxtəlif maddələrin elektrolitik nəyi? Dissosiasiyası. Birinci nədən başlayaq? Turşulardan başlayaq mı? Hə? Deməli uşaqlar. Dedikdə turşuların içərisində qüvvətlilər var, orta qüvvətlilər var falan. Başlayaq turşulardan. Deməli uşaqlar, bir turşu dissosiasiya eləyən həmişə H müsbət verər, bir də nə verər? Turşu qalığı. Nə verər? H müsbət, bir də turşu qalığı nə? Mənfi. H müsbət, bir də nə? Turşu qalığı. İndi mən bir turşu götürürəm, məsələn H xlor. O dissosiasiya eləsə sizcə nə verəcək? H müsbət, bir də xlor mənfi. Başqa bir turşu götürürəm, məsələn H NO3. O dissosiasiya eləsə nə verər? Bunu kim demək istəyir? Başqa demək istəyən yoxdur. De. Aha. Aferin. Birini yazıram, onu kim demək istəyir? Amma yerdən deməyin də xor eləməyin. Kim demək istəyir? Sən demək istəyirsən? Ha, de. H müsbət 2, SO4 mənfi 2. Hə, biraz burada işlər dəyişir. Bunlar neçə mərhələdə dissosiasiya elədi? Bir mərhələdə. Amma bunun neçədən hidrogeni var, ay uşaq? Bir-birinə. Çox əsaslı turşular mərhələli eləyir. Necə eləyir? Deməli, əvvəlcə hidrogenin birini itirir. Neçəsi itirir? Alınır H müsbət və HSO4 mənfi. Bu öz yerində. Növbəti mərhələdə isə HSO4 mənfi də ayrılır nəyə? H müsbətə və SO4 neçə mənfiyə? 2 mənfiyə. Hatırlayırsınız, sulfat turşusunun 2 müxtəlif qalığı olurdu, turşu qalığı. Niyə 2 müxtəlif turşu qalığı olurdu? Çünki hər dənə hidrogenin birini itirəndə bu bir turşu qalığı, bu da ikinci. Orada niyə müsbət oldu ki, ikincidə? Niyə müsbət olmasın ki? H həmişə müsbətdir də. Dedim, bir oldu. Həmişə müsbət birdə H. Sən yekun tənlik yazmaq istəyirsənsə, əgər məsələn hesab kitab aparsansa, yekun tənlik yazmaq istəyirsənsə belə yaz getsin. Problem yoxdur. Belə yaza bilərsən. 2 dənə H müsbət, bir dənə də SO4, 2 mənfi belə yaz getsin. Amma özü-özündə bil ki, bu əslində bir mərhələdə yox. Neçə mərhələdə gedir proses? 2 mərhələdə gedir. İndi sual, sizcə birinci mərhələmi sürətli gedər, ikinci mərhələmi sürətli gedər? İkinci. Yaxşı, sizə belə bir sual verir. Çöldə xeyli uşaqlar yığılmısınız. Gözləyirsiniz ki, gələsiniz, oturasınız burada. Müəllim də qapını açmayıb. Müəllim qapını açan kimi siz başlanğıcda mı daha sürətli girişirsiniz bura? Sonradan gələn mi rahat yer tapır? Başlanğıc mı daha rahat yer tapırsınız oturmağa, yoxsa sonradan gələn mi? Sonradan gələn baxır ki, bu harda oturum, harda boş yer var, ha? Əvvəl mühitdə H müsbət yoxdur başlayanda. Odur ki, bunlar mühitə H müsbətini eynirlər, verirlər. Elə ki, mühitdə H müsbətin müəyyən bir qatlığı əmələ gəldi, sonradan H müsbəti mühitə vermək nə olur? Çətinləşir. O da bunun birinci mərhələsi. Asan baş verir, növbəti mərhələlərsə getdikcə nə olur? Çətinləşir. İndi sual verirəm sizə. Sizcə H3PO4 neçə mərhələdə dissosiasiya eləyər? 3 mən. Niyə? Hər dəfə nə eləyəcək? Birini eləyəcək. İndi bunun birinci mərhələsini kim deyər mən yazım? Buyur Yusuf. H müsbət PO4. H2PO4 mənfidə. Biri getdi də. İkinci mərhələsini sən desə ver. H2PO4 mənfi nəyə çevriləcək? H müsbət. HPO4 neçə mənfi? 2 mən. Danış da. 2 mənfi. Hər hidrogenin də mənfi bir də artır. Üçüncü mərhələni sən dinləz. HPO4 2 mənfi nəyə çevriləcək? H müsbət və PO4 3 mənfi. PO4 3 mənfi. Aydındır turşuların elektrolitik dissosiasiyası. Burlaq adı. Çətin deyil ki. 100%. Məryəm. O zaman keçək əsaslara. Nəyə keçək? Əsaslara. Deməli uşaqlar, əsaslar dissosiasiya edəndə əsası qalıq və OH mənfini verir. Əsası qalıq verir bir də nə? Deməli əsasların dissosiasiyası zamanı əsası qalıq müsbət yaranır və OH mənfi yaranır. Birini mən yazım, birini də yavaş-yavaş deyəklər. Məsələn, sizcə natrium OH dissosiasiya eləsə nə verər? Natrium müsbət OH. Bəs NH4 OH dissosiasiya eləsə nə verər? NH4 müsbət Birini də sən demək istəyən Günə? Benim də məndən həmişə belə qərbələr sor. 100%. Sən güvənirəm. Buyur. Mən burada barium müsbət 2, Aha. OH mənfi.
Bu 2 mərhələdə olmaz. Olar, yenə olar. Baryum. Bu da neçə mərhələdə olar? Bu mərhələli olar. Nə olar? Bunlar bir mərhələdə oldu, hə? Bu isə nə olacaq mərhələ? Deməli, çox turşulu əsaslar necə olacaq? Mərhələli. O zaman əvvəlcə baryum OH-ın birini itirəcək, müsbət olacaq. OH, mənfi. Bu müsbət OH-ın müsbəti deyil, o bütünün müsbətidir. Aydındır? OH özü həmişə mənfidir. İkinci mərhələdə baryum OH müsbətlə təzədən parçalanacaq. Nəyə? Baryum 2 müsbətə və OH. Aydındır? 100%. Başa düşdünüz? Birini indi desəm yaza bilərsiniz? Hə? Yaxşı, olsun. Kalsiyum OH 2. Birinci mərhələdə nə verir? Kalsiyum OH müsbət, OH mənfi. İkinci mərhələdə kalsiyum OH müsbətlə. Kalsiyum neçə müsbət? 2 müsbət və deməli əsasların dissosiasiyasında başa düşdünüz. Eləmi? Gələk duzlara. Nəyə gələk? Uşaqlar, duzlar dissosiasiya eləyəndə həmişə bizə nə verər? Əsasi qalıq verər müsbət, bir də turşu qalığı verər mənfi. Təbii ki, ən rahatı mən yazacağım, çətinlərini kimə verəcəm? Sizə də indi birinci sənə başda olmaqla. Sən keçəndən gəlmirsən deyə, biraz sən şey edəcəm də. Sən dembəlisən axı burada. Sənin praktikan çoxdur. Başqa kim var? Məryəm də keçəndən gəlib. Daha düzdürmü? Sənin də var praktikan. O səndən biraz çox gəlib. Deməli, uşaqlar, bir duz götürürəm, təbii ki, ən rahatın, xörək duzu. Deməli, bu verəcək əsası qalır. Yəni, natrium, müsbət, bir dənə xlor, mənfi. Bir dənə də rahatın özüm götürüm də, hə? Bu necə duzdur, uşaqlar? Bu necə duzdur? Normal duz. Sonra birini də götürürəm. Məsələn, alüminium 2, SO4, 3. Bunu kim deyəcək? Mərhələdə gedir. Xeyr. Olmadı. Olmadı. Normal duzların tamamı bir mərhələdə dissosiasiya edir. Aydındır? Artıq orada metal sayı, turşu qalığının sayının önəmi yox. Normal duzlar bir mərhələdə dissosiasiya edir. Aydındır? O zaman mən burada nə yazacaq? 2 dənə nəyim olacaq? 2 dənə alüminiumum olacaq. Bu da birisi də belə çarpaz gəlir də oksijləşmə dərəcəsi. 3 müsbət plus 3 dənə də SO4 2 mənfi. 3 müsbət 2 mənfi. Aydındır? Oldu? Birini yazın mı? Məsələn, NH4 3PO4 bir mərhələdə dissosiasiya eləyəcək. Mənə nə verəcək? 3 dənə NH4 müsbət, bir dənə də PO4 3 mənfi. Aydındır? Sual yarandı mı? Niyə 3 mənfi oldu? Bu nəyin qalığıdır? H3PO4'dür. Bu neçə hidrogen itirmiş vəziyyət? 3 hidrogen itirən 3 mənfi olanlar. Bəs bu NH4 nəyin qalığıdır? NH4 OH-ın. Bir dənə OH itirdiyi üçün bir müsbətdir də. Bu say da şunun indeksində olan saydır da. Aydındır? Deməli, normal duzlar neçə mərhələdə dissosiasiya eləyir? Bir mərhələ. İndi keçək 2 qat duzlara. Nəyə? 2 qat duzlara. 2 qat duzlar da bir mərhələdə edir uşaqlar. 2 qat duzlar da bir mərhələdə edir. 2 qat duzlar da neçə mərhələdə edir? Məsələn, 2 qat duzlarda 2 müxtəlif əsası qalıq olur da. Natrium, kalium, məsələn, sülfat. Bu bizə nə verəcək? Natriumun müsbətini, kaliumun müsbətini, bir də SO4-ün neçə mənfisi? 2 mənfisi. Yadda saxla, bu müsbət mənfilərin sayımıza cəmi gələk nə olar? 0. Deməli, 2 qat duzlar neçə mərhələdə eləyir? Gəlin indi qarışıq duzlara. Nəyə? Qarışıq duzlar. Uşaqlar, qarışıq duzlar da bir mərhələdə eləyir. Qarışıq duzlarda 2 müxtəlif turşu qalıq olur. Elədir. Məsələn, kalsiyumu, xlorid, perxlorat. Deməli, bu H-xlorun qalığıdır, bu da H-xlor, o 4-ün qalığıdır. Bəs bu nədir? Kalsiyum OH2-dən. O zaman bu ayrılsa, nə verəcək mənə? Kalsiyum OH2-dən götürürsün. Kalsiyum 2 müsbət, bu xlor mənfi, bir də xlor O4 mənfi. Aydındır? Başa düşdünüz? Bunları niyə yazdım? Biləsiniz ki, bunların üstü nə olacaq? Aydındır? Başa düşdünüz? Bu laf adım. İndi gəldik biz turş duzlara. Necə duzlara? Sizcə turş duzlar neçə mərhələdə eləyər? Bəli, mərhələli olur.
Deməli uşaqlar, gəldik indi turş duzlara. Turş duzlar mərhələli dissosiasiya edir. Məsələn, bir turş duz götürürəm. Natrium hidrosulfit. Uşaqlar, sual. Sizcə birinci metal və H2SO4 mü yaranar, yoxsa hidrogeni qopardar? Biz sual belə, bu turşu biraz belə sizin üçün emosional yaddaşda qalsın. SO4 H2SO4-ün qalıqıdır da, nəyin qalıqıdır? İndi bunu hidrogeni mi buna H2SO üçün? Hidrogeni mi əzizdir, ona natrium mu? Belə deyək də, biraz emosional bir vəziyyətə. Hidrogeni əzizdir, ona hidrogeni niyə buraxsın ki? Kimi buraxacaq? Sonradan gələni. Sonradan kim gəlir? Canımı qurban elə sərsəyə, qaranquş gəldi, gedərdi. Belə bir şey eşitmişsiniz? Yəni ətrafınızda olan dəyərin bilin də, bu sözün mənası budur. Sonradan gələn tez də gelir də. Ola bilər, olmaya da bilər. Bu biraz vəziyyət dəyişir. Deməli, burada birinci alınacaq natrium müsbət və H2SO4 mənfi. İkinci mərhələdən alınacaq bəs H2SO4 mənfi də təzədən parçalanacaq nəyə? H müsbətə və SO4 neçə mənfiyə? 2 mənfi. Yaxşı, boğuşdum. Qoy elə bunu 4 edin, bir dəfə canı qutarsın. 4 dənə yerdə düzəltməkdəsə bilin. Olsun da nə fərqi var? Birin yazım indi siz eləyərsiniz yoxsa yox? Olar olmaz. Məsələn, kalsiyum HPO4. Şimdi könüllü var mı könüllü? Mən. Buyursun. Kalsiyum 2 müsbət. Aferin. Gəlsin. HPO4 2 mənfi. Sən. Sonra HPO4 2 mənfi parçalanır. H müsbətə və PO4 3 mənfi. H müsbətə və PO4 3 mənfi. Aydındır. Buyur sual ver. Mən başa düşmədim, o axırıncısını. Deməli bunun bir metal hissəsi var, bir də turşu hissəsi də. Kalsiyum 2 müsbətdir axı, 2 OH-dir. O zaman yerdə qalan da 2 mənfidir də. Anladın mı? Sonra bu da təzədən parçalanır, hidrogeni atır da. Hidrogen gedir, müsbət olur, bir yerdə qalan olur, PO4 3 mənfi. Anladın? Dəqiq? Hə. Bəs görəsən əsası duzlar neçə mərhələdə dissosiasiya edir? Əsası duzlar. Neçə mərhələdə dissosiasiya edir sizcə? 2. O da mərhələli. 2 deməyə mərhələli deyək. Necə? Əsası duzlarda necə olur? Mərhələli. Məsələn, bir əsası duz yazıram. Məsələn, kalsiyum OH NO3. Bu birinci mərhələdə. Kalsiyumu OH mı əzizdir, NO3 mü əzizdir? Təbii ki, o zaman birinci nəyə buraxacaq o? Alınacaq kalsiyum OH müsbət NO3 mənfi. Sonra həmin o kalsiyum OH müsbət də ayrılacaq nəyə? Kalsiyum 2 müsbət. Kalsiyum 2 müsbət və OH mənfi. Aydındır. Kompleks duzlara çox da orta metrdə baxmırıq, amma kompleks duzlarda bir mərhələdə dissosiasiya edir. Eyni normal duzlar, çiqat və qarışıq duzlar kimi. Deməli, artıq bildiyinizdə dissosiasiya prosesini yazacaqsınız. Tam aydın oldu mu? 100%? Əla. Keçək indi dissosiasiya sabiti anlayışına. Biz bundan qabaq sizinlə tarazlıq sabiti anlayışı keçmişdik. Düzdür yoxsa yox? Hatırlıyorsunuz mu tarazlıq sabiti necə tapırdıq? Hə? Hə? Deyək ki, bir məhlul götürək. Məhlulun həzmi olsun 1 litr. V'si nə olsun? 1 litr. O zaman S bərabərdir nü bölü V düsturundan elə S nüyə bərabərdir də. Elə mən bir qaba, bu qab yuxarısını çəkib, yuxarını görür o. Deyək ki, bu qaba mən deyək atmışam 10 mol nə? Natrium klor. Nə qədər atmışam? Alfanı da vermişəm 80%. Neçə faiz vermişəm? Alfa neçə faizdir? Yəni bunun 8 molu nə edəcək? Dissosiasiya edəcək. 2 molu isə dissosiasiya eləməyəcək. Gəl natrium klorun dissosiasiyasını yazaq. Nə verir bizə? Natrium müsbət bir dənə, klor mənfi. Normalda bunun 1 molundan. 1 mol kation alıram, 1 molda nə alıram? Anion. Elədir. Heç natrium klor götürməyim. Natrium klor götürməyim. Gəl. Bu biraz şey olsun. Nə olsun? Mesela kalsiyum klor olsun. Nə olsun? Niyə bunu götürdüyümü indi birazdan deyəcəm sizə. Deməli, kalsiyum klor 2 dissosiasiya elədi nəyə yapmış olur? Kalsiyum 2 müsbətə plus 2 dənə klor mənfiyə. Normal duzlu bir mərhələdə dissosiasiya elədi. Düzdür yoxsa yox? Normalda bunun biri, bundan bir dənə verir, bundan neçə dənə verir? 2 dənə. Bizdə neçəsi parçalanıb? 8'i parçalanıbsa, bundan neçəsi alınıb, bundan neçəsi alınıb? Bundan 8, bundan nə? 16. Bir də bax çox. Mən bunu qrafik təsvir etmək istəyirəm. Nə etmək istəyirəm? Qrafik təsvir etmək istəyirəm. Bu qatlıq olsun. Mol böl litrlər olsun.
Bu da zaman olsun. Bu da nə olsun? Zaman. Uşaqlar, mən nə qədər həll eləmişdim? 8. Mən nə qədər eləmişdim? 10. Nə qədəri parçalanıb? Nə qədəri qalıb? O zaman ondan neçəyə düşüb? Ondan 2-yə düşüb, düşməyib. Ondan 2-yə düşən bizdə nədir? Natriumda, kalsium, klor neçə? 2. Elədir. Bu ondan 2-yə böləndə, yəni bunun 8-i parçalananda. Neçədən kalsium alındı, neçədən klor alındı? Sabit surətdə. 8 dənə nə alındı uşaqlar? 8 dənə nə alındı? Kalsium, 2 müsbət. Bəs neçə dənə klor alındı? 16 dənə nə alındı? 16 dənə nə alındı? Klor, mənfi. Bu proses dönən prosesdir, düzdür? Necə prosesdir? Gəlin bunun tarazı sabitini tapaq. KT bərabərdir. Məhsulların tarazlıq qatılıqları bölünsün. Başlanğıc maddənin tarazlıq qatılığı. Məhsulumuz kalsium 2 müsbətdən klor mənfidir. Bunun o zaman C kalsium 2 müsbət, C kalsium 2 müsbət. Vurulsun C klor mənfinin nəyi? Kvadratı. Çünki əmsal qüvvət kimi nəzərə alınır. Bölünsün C kalsium klor 2. Belə dördür. Necə bunları qoyaq qırağa. Bunun tarazlıq qatlığı neçədir kalsiumun? 8 vurulsun. Klorunki neçədir? 16'nın kvadratı bölünsün. Bəs bununki tarazlığı neçədir? 2. Burada biz bunun tarazlıq qatlığı öyrənmişdik. Taraz sabiti kimi. Amma burada buna taraz sabiti yox. Nə deyirlər? Dissosiasiya sabiti. Nə deyirlər buna? Yəni taraz sabiti ilə demək olar eyni şeydir. Məhsulların tarazlıq qatılıqlarını bölürsən, başlanğıc maddənin tarazlığı. Deyəsən mənim hardan bildik ki, burada tarazlıq yaranır? Axı bu dönən prosesdir. Dönən proses bir müddət sonra düzlən prosesin sürəti ilə əksdə gedən prosesin sürəti nə olur? Bərabərləşir və tarazlıq halı yaranır. Nə yaranır? Tarazlıq. Tarazlıqdan sonra da bunlar demək olar sabitləşir. Artıq bölünənlərlə, əmələ gələnlərin sayı eyniləşir. Elə bir ki, burada bir vəziyyət yaranır, sinif tam dolub 20 nəfər. Sonra 2 nəfər girmək üçün burada neçə nəfər çıxmalıdır? 3 nəfər girmək üçün. Çünki 20 dənə yer var da, bir zaman sonra girənlə çıxanın sayı nə olur? Bu prosesdə isə bir müddət sonra parçalanan kalsium klorun sayı ilə bunlar birləşib əmələ gələn kalsium klorun sayı bərabərləşir. Sanki sabit olur. Bu hala deyirlər tarazlıq halı. Nə deyirlər? Sonra sıfır düşmək. Yox, bu proses yox. Gərək şəraiti dəyişim ki, dissosiasiya sürətlənsin və ya zəifləsin. O şəraiti dəyişməliyəm mən artıq. Aydındır? Mən şəraiti dəyişib nəsə eləyə bilərəm. La Chatelle prinsipi var da, dönəndə. Sən nə edirsən, proses səni təksib eləmək istəyir də. Nəyisə qatılını artıraram, azaltmaq istəyir, temperatur dəyişərəm, nə bilim təzyiqi dəyişərəm. Bunlar təsiri, bunlar çox da üstündə durmayacağıq biz, amma bu cür eləmək olar. Deməli, siz başa düşdünüzdə nədir dissosiasiya sabiti? Aydındır? İndi uşaqlar, artıq biz dissosiasiya prosesini bildik. Bunu anladınız da bunu. Necə ki, tarazlı sabiti qatılıqdan asılı deyildi. Eyni zamanda dissosiasiya sabiti eyni şeydir də. Qatılıqdan asılı deyil. Nədən asılıdır? Elektrolitin təbiətindən asılıdır, həlledicinin təbiətindən asılıdır. Yəni həlledici nədir? Onun dielektrik nüfuzluğuna qədərdir. Və temperaturdan asılıdır. Nədən asılıdır? İndi uşaqlar sizə bir sual verirəm. Sizcə kalsium klorid tutaq ki, deyək, 1 molunu dissosiasiya eləmişəm. 100%dir, alfa biz 100%dir. Neçə faizdir? Yəni 1 mol bundan dissosiasiya eləmişəm. 1 molda alüminium 2 SO4 eləmişəm. Bunda da deyək 100%dir. Uydururam 100%dir. 2 dənə alüminium 3 müsbət verir, 3 dənə də SO4 2 mənfi verir. 1 litrlik sudur, bu da 1 mol, bu da 1 mol həll olubdur. Bunun verdiyi iyonlar bu qədər, bunun verdiyi iyonlar. Hansı yaxşı cərəyan keçirər? Hansı daha yaxşı cərəyan keçirər? Sizcə? Harada daha çox iyon əmələ gəlirsə, o da yaxşı cərəyan keçirir. Harada daha çox iyon əmələ gəlmir? O daha yaxşı cərəyan keçirəcək. Anladınız məntiqi? Başa düşdünüz? Aydındır. Yəni ikisində 1 mol götürmüşəm, ikisində alfası 100%, yəni tam parçalanıbdır, həll olan. Bu 5 iyon verir, bu neçə iyon verir? 3. İkisi kation, 3'ü anion, 1'i kation, 2'si anion. Kimdə daha sonra iyon varsa o daha yaxşı keçir. İndi uşaqlar, tutaq ki deyək, mən yenə bir qab götürəcəm. Bir qab götürəcəm. Su ilə dolu. Nə ilə dolu? Su ilə dolu bir qabdır. Qaba atıram gümüş kloridi. Nəyə atıram? Gümüş klorid suya düşən, gümüş klorid yox, gümüş nitrat atır. Gümüş klorid çünki həll olur. Gümüş NO2 atıram. Gümüş NO2 suya düşən kimi dissosiasiya eləyirmi? Gümüş müsbətə və NO3 mənfiyə. Eləyir, eləmir. O zaman siz mənlə rast ki, qabın içərisində gümüş müsbətlər gəzişirlər, bir də NO3 nələr? Mənfilər gəzişirlər qabın içərisində.
Razısınız? İndi tam dissosiasiya eləyib, qismənli fərqi yoxdur. Bunlar var da faktburada. Aydındır? Həmin qaba indi mən bura atıram, tutaq ki, deyək, natrium xlorid. Natrium xlorid də bu qaba düşəndə, natrium xlorid də nə verir mənə? Natrium müsbət, bir də nə verir? Xlor mənfi. O zaman burada natrium müsbətlər və xlor mənfilər də hərlənir, hə? Biz də bilirik ki, gümüş xlorid ağ rəngdə nədir? Çöküntü. O zaman bu qabda gümüşlə xlor bir-birinə rast gəlib, gümüş xlorid yaradıb, dibə çökər, çökməz. Gümüş xlorid şəklində. O zaman mən bu iki duzu bir qaba töksəm, orada reaksiya baş vermiş, olar da, və nəticədə nə yaranar? Gümüş xlorid. Elə ki, mənə bir qab vermişdi. Demişdi ki, qabda şübhələnirəm. Deyirəm, nədən şübhələnirsən? Deyərsən, gümüş nitratın suda məhluludur bu. Necə bilə bilərsən, Rafiq müəllim, bu gümüş nitratdır, yoxsa yox? Bir şəffaf maye verib mənə, duzlu sudur da deyək. Gümüş nitrat duzu şübhələnir ki, gümüş nitratın suda məhluludur bu. Deyir, təyin elə də, nətər bilim, deyir, mən soruş desin də sənə, soruş ki, sən gümüş nitratsan, soruş səndə gümüş var, deyə soruşuram, cavab vermir də. Deyir, onda bir də biraz mənə xorək duzu gətir, bir qətrə. Xorək duzu bunun içərisinə atan kimi, natrium xlorunu fış olur. Ağ rəngdə söküntü əmələ gəldi. Nə rəngdə söküntü? Mən natrium xlor götürmürəm, tutaq ki, natrium yodid götürürəm. Sarı söküntü əmələ gəldi. Sarı söküntünü verən nədir? Gümüş yodid. Deməli, o zaman burada gümüşün duzu var imiş. Anladın? Deməli, iyonları bir-biri ilə təyin eləyə bilirlər. İndi hansı iyon, hansı ilə təyin edirlər, orada cədvəl şəklində sizə vermişəm. Sadəcə təyin prosesi necə gedir, onu istədim biləsiniz. Məsələn, şübhələnirlər ki, qabda ferrum SO4 var, yoxsa yox, şübhələnirlər. Mən neyiniyim ki, bilim burada ferrum SO4 var, yoxsa yox? Deməli, mən qaba natrium OH atacam. Deyəsiniz, müəllim, niyə natrium OH atırsan? Çünki əgər ferrum SO4 varsa, deməli ferrum 2 müsbət var burada. Nə var? Mən burada natrium OH atan kimi OH mənfi ilə yaranır. Nə yaranır? Bunları birləşsə ferrum OH ki, nə rəngdə söküntü verir uşaqlar? Getdikcə qonurlarsan yaşıl. Yaşılımtı söküntü verir. Əgər yaşıl söküntü alırsa, biləm ki, orada dəmirin nəyi var imiş? Dəmirin duzu var imiş də orada. Aydındır? Deməli, mən dəmir 2 müsbətli nə ilə təyin edirəm? OH mənfi ilə. Yəni, dəmirin duzuna qələmi ilə təsir etməliyəm. Natrium olmaz, kalium OH olar. Kalsium OH olar, fərqi yoxdur. Amma dəmir 2 müsbət nə ilə təyin olunur? OH mənfi ilə təyin eləmək olur. Bir çox iyon, bir çox ilə təyin eləmək olur. Cəlbə şəklində vermişəm. Əzbərləyəcəksiniz ki, kimi kimdən təyin edirik, nə rəngdə söküntü verir. Aydındır? Başa düşdünüz? İndi uşaqlar, biz normalda keçdik iyon bazası reaksiyalarına. Biz normalda, bax, götürürük bax belə. Gümüş nitratla natrium xlor reaksiya girmirmi yazırıq da, hə? Yazırıq ki, gümüş, necə yazırıq onu? Yazırıq, gümüş nitrat, hə? Üstəgə natrium xlor. Duzla duz nə zaman reaksiyaya girirdi uşaqlar? İki dənə şərt qoymuşduq. İkisi də suda həll olsun, alınalardan biri ya çöküntü olsun, ya qaz olsun, ya da zəif elektron. İki dənə şərt var da. Birinci şərt nədir? Reaksiya girənlər ikisi də suda həll olsun. Əslində bizim dərdimiz onların suda həll olmağı deyilmiş. Əslində bizim dərdimiz nəymiş? İkisi də dissosiasiya eləyən olsun. İkisi də nə olsun? Sonraki dərdimiz var, çöküntü. Orada da dərdimiz söküntüdür. İyonlar bir-birilə birləşmir. Onu əslində biz demək istəyirmişik. Əslində nəyi demək istəyirmişik? İyon birləşmir. Çünki iyon birləşsə ya qaz olar, ya çöküntü olar, ya da zəif elektronu verər. Yox, iyonlar birləşmirsə o zaman heç nə ortaya çıxmayacaq. Aydındır günah. Deməli, burada alınır gümüş, xlorid, çöküntüsü və natriumla NO3. Bax, buna deyirlər molekulyar tərlik. Nə deyirlər buna? Biz həmişə bunu yazırıq, əmsallaşdırırıq, bunun üzərində hesab kitab aparırıq da. Belədir. Amma əslində proses belə getmirmiş. Biz bunları tam iyon tənliyi yazanda, nəyi yazanda? Yəni iyonlarını dissosiasiya elətdirəndə. Bu bizə nə verirdi? Gümüş, müsbət, bir də nə verir? NO3 mənfi. Bəs bu bizə nə verir? Natrium, müsbət, xlor mənfi. Bu mənzərədə elə, bu mənzərə. Alınan maddələrdən gümüş xlordur, iyonlarını ayıra bilməzsən, çünki suda həll olmayan maddə dissosiasiya etmir. Gümüş xlordu ayıra bilməzsən, bu ayrılar. Natrium müsbət və NO3 mənfi. İndi uşaqlar, biz zaten bayaq burada görmüşdük. Natrium və NO3 prosesdə rol oynamır. Çünki onlar elə
Suda nə vəziyyətdə idi, o vəziyyətdə də fırlanırlar da özləri üçün. Yəni onların bir birləşməsi zadı burada əmələ gəlmir. Hə, düzdür? Əsas proses kimin hesabına gedir? Əsas proses kimlərin hesabına getdi? Gümüşlə xlorda biz bayağı gördük də bunlar ağ çöküntü verdi deyə bu proses getdi də bu qabda. Reaksiya getdi. Elə də elə deyil. Onda bu işə yaramayanlar üstü xəttə, onlar işimə yaramır mənim. Xəttə. Bunlar heç bir şey yaramıyor. Əvvəldə də var, sonda da var. Yəni onlar heç bir şey yaramıyor. Əsl işi kim gördü? Gümüş müsbətlə xlor mənfi. Yəni kimin hörmətlə bu proses baş verdi? Gümüşlə kimin? Xlorun. Çünki onlar nə verdilər bizə? Gümüş xlor söküntüsü. Buna dedilər qısa ion tənliyi. Bu prosesdə deyirlər ion mübadilə reaksiyaları. Nə reaksiyası? Elə bir natrium xlor, xlor iyonu verdi, gümüş nitrat da gümüş iyonu verdi və nəticədə onlar birləşib söküntü verdilər. Aydındır? Əslində bir çox reaksiya iyonlar arasında gedilmiş, maddələr yox. Nəyi? Yəni sən gümüş nitratla natrium xloru bir qaba qoy, quru halda. Onlar bir-birinə reaksiyaya girmir. Amma sən onları suda əldə verəndə reaksiyaya girir. Niyə? Çünki suda əldə olanda dissosiasiya gümüş müsbət çıxır ortaya. Xlor mənfi çıxır ortaya və onlar da birləşib söküntü verir. Anladınız? Deməli, burada 3 dənə tənlik yazdım. Molekulyar tənlik. Hansı ki, burada biz kimlə kimin arasında reaksiya getdiyini belə təxmin edə bilərik, amma görmürük. Tam ion tənliyi yazırıq. Sağa sola baxanda görürük ki, aha, bu da qısa ion tənliyi. Kimlər arasında proses gedir. Aydındır. İndi mən birini yazasam gör mənim başa düşmüsünüz. Tutaq ki, bizim əlimizdə var. Ferrum SO4. Üstəgəl natrium OH. Nə verir uşaqlar? Ferrum OH2 töküntüsü və natrium 2SO. İndi sual verirəm sizə. Sizcə burada proses kimlə kimin arasında gedir? Hansı iyon arasında gedir? O zaman mən bu molekulyar tənlikdir, Mən bunun qısa iyon tənliyi birbaşa yaza bilərəm. Yazaraq dəmir 2 müsbət, neçə müsbət? Üstəgəl OH mənfi, 2 dənə. Nə verəcək? Ferrum OH2 töküntüsü. Deməli, biz əslində molekulyar tənliyə baxaraq qısa iyon tənliyi təxmin eləyə bilərik. Molekulyar tənliyə baxaraq qısa iyon tənliyi təxmin eləyə. Tək ki, burada olmayardı natrium, onlarda baryum OH2. Burada da alınacaqdır baryum SO4. İndi de görün. Burada kimin hörmətlə gedib proses? Hə? Maraqlı da. O zaman mən bunun tam iyon tənliyi yazsam, dəmir 2 müsbət, üstəgəl SO4 2 mənfi, plus baryum 2 müsbət, plus OH 2 dənə OH mənfi, verir ferrum OH 2 çöküntüsü və baryum SO4 çöküntüsü. O zaman bunu elə tam iyon tənlikdə, qısa iyon tənlikdə eynidir. Çünki məhsulların hər ikisi nədir? Çöküntü. Aydındır, buyur, nə soruşmaq? Nəticədə qaz dalınsa, Bəli. İstəyirsən başqa birini yazım sənin üçün. Qaz dalınsa. Yaxşı. Məsələn, bizim əlimizdə var NH4 xlor, üstəgəl natrium OH. Bu reaksiya gedirmi, getmirmi? Əlbəttə gedir. Niyə? Çünki bizdə alınır natrium xlor, bir də NH4 OH. NH4 OH da davamsızdır. Dərhal parçalanır NH3 qazına və suya. NH3 qazına və nəyə? Suya. Yəni amonyak, kəskin ili amonyak qazı və su. Aydındır? Hə. İndi uşaqlar. Əgər bu belə ayrılırsa, bu molekulyar tənlik elə. Mən bunu tam iyon tənliyi yazıram. Tam iyon tənliyi. Bizə verəcək NH4 müsbət, xlor mənfi, natrium müsbət, OH mənfi. Natrium müsbət, xlor mənfi. Bunu parçalaya bilməzsən, hə? Və bunu da NH3 olmur. Bunu da su ilə parçalaya bilməzsən. Su zəif elektrolitli deyə parçalanmır, NH3 də qazlı deyə parçalanmır. Su zəif elektrolitli deyə parçalanmır, NH3 də qazlı deyə. O zaman qısa iyon tənliyi, biraz bu tərəfdən yazaq bunu. Bunun qısa iyon tənliyi yazanda xlorlar üstün vur, çünki işə yaramadı, natrium da üstün vur. Deməli, NH4 müsbətlə OH mənfi qarşılıqlı təsirdə olub, bizə NH3 kəskin ili qazı verib və su verir. Proses budur, qısa iyon tənliyi budur. Anladın? Bu həm də NH4 müsbətin təyini reaksiyasıdır. Deyəsiniz, mənim rəngmən alınma daxil. Mavi yaşıl, nətər təyin edirlər? Bu çıxan bu qazın iyindən. Bunun bir dənə kəskinliyi var, O iyi dəyər kimi istəyirsə ki, budur. Məsələn, bişmiş ətin iyi tanımırsınız? Yəni, bişmiş kartofun, soğan iyi. Bu elə, o iyi gələn kimi bilirsən ki, bu amonyakın iyidir. Amonyaksa deməli, amonyumun duzu imiş. Nəyin duzu imiş? Qabda amonyumun duzu imiş. Tam başa düşdünüzmü? Deməli, biz nə öyrəndik? Dissosiasiya nədir? Dissosiasiya dərəcəsi nədir? Elektrolitlər və qeyri-elektrolitlər nədir? Orta qüvvətli, zəif elektrolitlər, qeyri-elektrolitləri öyrəndik. Sonra dissosiasiya sabiti anlayışını öyrəndik.
Sonra nə öyrəndik? İyonların təyinini öyrəndik və iyon mübadiləsi reaksiyalarını öyrəndik. Sualınız varmı? Yoxdur? Hə, super. İnşallah gələn görüşlərədək. Sağ olun.